uzun bir yoldur. Başlanğıcı doğum, son isə ölüm. Biz bu yolda gözü açmadan addımlamağa başlayırıq. İstəsək də, istəməsək də. Amma bu yol düz deyil. Hər addımında bir seçim var. Sağa ya sola. Bağışlamaq ya unutmaq. Bəziləri asan yolu seçir. Bəziləri isə çətin olanı. Asan yol rahat görünür. Amma sonunda uçurum ola bilər. Çətin yol isə səni özünə aparar. Əcəl yolun sonundakı qapıdır. Bəzən səssiz, bəzən qəfil. Amma həmişə vaxtında gəlir. Nə bir an əvvəl, nə bir an gec. İnsan kim olaraq doğulduğunu seçə bilməz. Amma hansı insan olacağını seçə bilər. Və bu seçimlər onun həqiqi taleyini yazır. Çünki sən düşündüklərini yaşayırsan və bir gün yaşadıklarını da düşünəcəksən. Bu dəfə başqa bir aləmdə. Səssiz bir səs deyəcək. Sənin yolun bu idi. Sən necə yolcu oldun?